Salam, hər vaxtınız xeyirli olsun uşaqlar. Ümid edirəm yaxşısınız. Bizim bugünkü mövzumuz həyat bilgisi 2-ci sinif 1-ci dərsimizin mövzusudur. Məktəbimiz mövzusudur uşaqlar. Elə isə vaxt itirmədən dərsə keçid alaq. Bizdən soruşur. Siz öz məktəbinizi necə tanıdardınız? Bizim məktəbimiz 3 mərtəbəli, narıncı rənglə boyanmış 11-ci sinifə qədər, yəni tam orta məktəb təhsili verən bir məktəbdir. Məktəbimizdə 99 nəfər müəllim, 800-dən çox şagird təhsil almaqdadır. Yəni 99 nəfər müəllim dərs verir və 800-dən çox şagird təhsil alır. Siz əlavələr eləyə bilərsiniz, direktorunuzun adını deyə bilərsiniz, ibtidai sinif müəlliminizin adını deyə bilərsiniz, dostlarınızdan biraz danışa bilərsiniz. Təbii ki, məktəb dedikdə sadəcə məktəbin binası nəzərdə tutulmur. Həyətindən, dərslərdən, müəllimlərdən, kollektivdən, şagirdlərdən danışa bilərsiniz. Müəllimlərinizlə bərabər məktəbi gəzin. Müəllimlə məktəbi gəzirsiniz, müşahidələrinizi qeyd edirsiniz. Məsələn, həyət necədir, məktəb necədir, uşaqlar neçə nəfər olacaq, onlarda necə bir enerji gəlir, yəni gülümsəyirlərmi, oynayırlarmı və s. və s. bunun kimi. Sinifə qayıtdıqdan sonra komandalara bölünürsünüz. Bəli, məsələn 20 nəfərsinizsə 4 komandaya bölünürsünüz, 5-5 olursunuz. Məsələn, A qrupu, komanda adı qurursunuz, Günəş qrupu, Ay qrupu, Dağ qrupu, Dəniz qrupu, bunun kimi qruplar qurursunuz. Sual-cavab eləyirsiniz, yarışırsınız və s. Bu normal bir şeydir. Məktəbinizə aid sualları cavablandırın. Sinif otağınızın yanında hansı otaqlar var? Sinif otağımızın yanında ingilis dili kabineti, müəllimlər otağı və s. mövcuddur. İdman zalında nələr gördünüz? Basketbol meydançası, yəni zalı, meydançası, voleybol meydançası, eyni zamanda və s. və s. meydançaları müşahidə etmiş oluruq. Eyni zamanda məktəbin özəl bir stadionu var. Akt zalı digər otaqlarından nə ilə fərqlənir? Akt zalı hər hansısa bir tədbir keçirilən zaman, hər hansısa bir kütləyə xitab edilən zaman, orada hər hansı iclas zamanı akt zalından geniş istifadə olunur. Sonra direktor otağı, sinif otağı, akt zalı, idman zalı, yeməkxana, tibb məntəqəsi, kitabxana və müəllimlər otağı. Bu cür bölünməkdədir, bəli. Sonra dərsə gecikməmək. Bəli, bizdə uşaqlar davranış qaydaları mövcuddur ki, bu məktəbdə davranış qaydalarına riayət etmək lazımdır. Çünki, yəni hər bir şəxs biz artıq təhsil alırıqsa, dövlətimiz bizə pulsuz təhsil verirsə, onda biz də eyni zamanda müəyyən hüquq və vəzifələrimiz mövcuddur ki, məsələn, biz necə ki təhsil almaq, mənzil yaşamaq, yemək, mənzil hüququna sahib olmaq, yəni evimizin olmaq hüququ necə ki mövcuddursa, eyni zamanda müəyyən vəzifələrimiz var. Məsələn, dərsə gecikməmək, dəhlizlərdə qaçmamaq, bitkilərlə normal münasibət eləmək, yəni normal münasibət qurmaq, ağaclara ziyan verməmək, bitkiləri kökündən qopartmamaq, pəncərədən bayıla əyilməmək. Təbii ki, bunların ən mühümü insanın sağlamlığını və insan üçün ən vacib olanlardır. Yəni sən bitkiyə ziyan versən də, bitki yəni danışmır. Yəni ola bilər ki, bitki hər hansısa bir problem olmaz, amma bitkilərin azaldılması, oksigen çatışmazlığına, eyni zamanda ətraf mühitin ekosisteminin, yəni ekosisteminin pozulmasına gətirib çıxardır. Bu da təbii ki, doğru bir şey deyil uşaqlar. Tamam. Müzakirə ilə suallara cavab verək və dərsimizi bitirək. Müzakirə. Davranış qaydalarına əməl etməsək nə baş verir? Davranış qaydalarına əməl etməsək ciddi problemlər. Əgər məktəbdə davranış qaydalarına sinifdə riayət etməsək, uşaqlar arasındakı gərginlik, müəllim və uşaqlar arasında problem, uşaqlar bir-birini tapdalayar, əzər və bu da təbii ki, etik və normal bir şey deyil. Bu şeylərdən qaçınmaq lazımdır. Yəni bu şeylər olmaz. Davranış qaydalarına əməl etmək ətrafdakılarla münasibətə necə təsir edir? Hər kəs öz hüquq və vəzifəsini yerinə yetirdikdə geriyə edilə biləcək heç bir şey qalmır. Yəni bu hüquq və vəzifə hər kəsin öhdəliyinə bərabər şəkildə bölündüyü üçün artıq həm nizam-intizam qaydalarında, həm də ki ekosistem fəaliyyətində ən vacib nüansa gəlib çıxırıq ki, məhz
Hər şey qaydasında olur. Heç bir şey tərs getmir. Sonra indi gəlin suallara cavab verək. Özünüzü yoxlayın. Məktəbinizdə hansı otaqlar var? Məktəbimizdə sinif otaqları, kabinetlər, ingilis dili kabineti, sonra biologiya, fizika, kimya laboratoriyası, coğrafiya otağı, coğrafiya kabineti, təbii ki, burada qlobuslar, tarixi xəritələr nümayiş etdirilir. Müəllimlər otağı, müəllimlər jurnalları və s. yazarkən hər hansısa bir fikir mübadiləsi edərkən ora yığılırlar. Direktor otağı, bu da direktorun öz şəxsi otağıdır, ancaq ona aiddir və s. və s. uşaqlar. Məktəb daxilində şagirdlər hansı qaydalara əməl etməlidirlər? Nizam-intizam qaydalarına, davranış qaydalarına, bir də ekosistem qaydaları var. Dediyimiz kimi bitkilərə ziyan vurmamaq, ağaclara kökündən qopartmamaq və s. və s. Yerə zibil atmamaq kimi bir şeylər. Hansı davranış qaydaları təhlükəsizliyimiz üçün vacibdir? Ən birincisi nizam-intizam qaydaları. Belə uşaqlar, bugünkü mövzumuz bu qədər oldu. Ümid edirəm ki, bəyənmiş olarsınız. Növbəti dərslərdə görüşmək ümidi ilə sonunda kanala abunə olmağı və bəyənməyi unutmayın ki, növbəti dərslərdə də görüşərik. Sağ olun, salamat qalın.